3 əsər haqqında danışacağımsa, bunlardan biri Etel Voyniçin Ovud əsəridir. Mən bu əsərlə ilk dəfə tanış olanda 14 yaşımdaydım və əsərin qəhrəmanı o zaman məndən 4 yaş böyük idi, 18 yaşındaydı Artur. Arturun daxili dünyası o qədər böyük idi, o qədər saf idi, o qədər təmiz idi ki, o təbii ki, ətrafında baş verənlərlə heç bir şəkildə barışa bilmirdi və hətta atası ilə də barışa bilmirdi və ata-oğul münasibətlərinin o ən kulminasiya nöqtəsində əsərin sonuna doğru baş verən faciə, bəlkə də mənim bütün həyatımda belə deyim ki, bir qırmızı xətt kimi keçdi sonraki illərdə. Səfirlər, bu da dünya ədəbiyyatının çox əhəmiyyətli bir nümunəsidir və bütün əsərin əsas xətti Jean Valjeanla Javertin arasındakı münaqişənin üzərində qurulub. Javer kimdir? Bir polis məmurudur. Haqqın, ədalətin tərəfində olan, haqq-ədalət axtaran. Müəllif Jean Valjeanı bütün o, belə deyim ki, qaranlıq həyatı ilə bərabər Javerdən daha üstün tutur. Çünki Jean Valjeanın daxilində böyük bir insanlıq var. Kiçik yaşlarımda özüm üçün kəşf etdiyim və inandığım nöqtə ondan ibarət idi ki, yaxşılıq, mərhəmət ən gözəl duyğudur. Çalı quşunun da qəhrəmanı, elə Ovud kimi, Jean Valjean kimi Fəridə də mənim həyatımın formalaşmasında çox əhəmiyyətli bir rol oynayıb və bunu desəm, bəlkə də bir sirr açmış olaram. Hardasa özümü Fəridəyə bənzətməyə çalışmışam, Fəridə kimi olmağa çalışmışam. Fəridənin həyat tərzi, Fəridənin etik-estetik anlayışları, Fəridənin mənəviyyatı, Fəridənin belə deyim ki, hadisələrə yanaşması, onun qüruru, Fəridənin əxlaqı, bütün bunlar mənim üçün həqiqətən də belə deyim ki, bir həyat məktəbi rolunu oynayıb. Sevə-sevə oxumuşam və dəfələrlə oxumuşam. Həyatımın kitabı olan mərhum anam Nurəngiz günü əlbəttə ki, xatırlamaya bilmərəm və onun mənə təlqinlərini xatırlamaya bilmərəm. Ədəbiyyatı sevməyimdə göstərdiyi cəhdləri, səyləri, rolu və icazənizlə onun bir şeirini elə buradan, bax bu kitabdan çox milyonlu oxucularımıza söyləmək, çatdırmaq istəyirəm. Şeirin adı gözəllikdir. Gözəl nədir? Məndən soruşardılar. Uşaq idim, cavab verdim. Tükü yumşaq, xor-xor pişik. Evimizin içindəki, özümünkü, cüqqulu gəlincikli ev eşik. Gözəl nədir? Məndən soruşardılar. Cavan idim, belə dedim. Gözlərinin odu şimşək, enli kürək, uca boy, qara telli, qatır yelli bir igid. Böyümüşəm, yepyeki adam olmuşam. Anladım pişiyin vəfasını, anladım igidin cəfasını, anladım yalancı gəlincikli, yalancı evciyimin vəqqəti səfasını. Çox qəribədir, çox qəribədir. Yenə soruşun məndən, soruşun insanlar. Soruşun, gözəl nədir? Gözəl, sərgüzəştini tez-tez göyçək şaləmə nəql etdiyim damda yaşayan Karlson. Gözəl, Paris Notre-Dame kilsəsinin Quasimodası. Gözəl, kazettanın oduna yanan, yaxşılığına sədəqə almayan Jean Valjean.